Xeyirxah arvad. Xeyirxah arvad tapan kimdir? O yaqutlardan daha qiymətlidir. Ərinin qəlbi ondan arxayındır. Dayanmadan bərəkət qazanır. Ömrü boyu ərinə pislik deyil, yaxşılıq gətirir. Yunu, kətanı tapıb seçir. Əlindən hər iş zövqlə gəlir. Ticarət gəmilərinə bənziyir. Uzaqlardan gələn ruzini gətirir. Alaqaranlıqda yuxudan durur, ailəsinə yemək hazırlayır, kənizlərinə də paylayır. Tarlaya baxandan sonra satın alır, əlinin zəhməti ilə bağ salır. Belini möhkəm bağlayır, qolları güc üstündən güc alır, ticarətin şirinliyindən dadır. Bütün gecə boyu çırağı yanır. Əlləri ilə cəhrə əyirir, iyini bərkidir. Məzlumlar üçün əl açıqdır. Fəqirlərə əl tutur. Qar yağanda ailəsi üçün qayğısı olmaz. Çünki hamısı qırmızı paltar giyinib. Yorğan döşək üçün örtük toxuyur. Öz libası tün qırmızı incə kətandandır. Əri şəhər darvazalarında yaxşı tanınır. El ağsaqqalları ilə oturub durur. Qadın tacirlərə qurşaqları, toxuduğu kətan paltarları satır. Qüvvəyə, şərəfə bürünür. Gələcək üzünə gülür. Ağzını açanda hikmət axır. Dilindən sədaqət təlimi çıxır. Ailəsinin işini idarə eləyir. Tənbələ layiq olan çörəyi yemir. Övladları ayağa qalxıb onu alqışlayır. Əri onu tərifləyir. Xeyirxah qadınlar çoxdur, amma sənin tayın yoxdur. Qadının məlahəti aldadıcı, gözəlliyi fanidir. Yalnız Rəbdən qorxan qadın tərifə layiqdir. Ona əlinin bəhrəsini verin. Qoy şəhər darvazasında əməlləri ona tərif gətirsin.